madəm ki, zikr məclisi önəmlidir, xeyirlidir, fəzilətlidir, ona görə müsəlman həris olmalıdır ki, o zikr məclislərində otursun. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem həmin o zikr məclisin cənnət bağçalarından bir bağça adlandırmışdır. Beləcə Allah Rasulü sallallahu aleyhi ve sellem səhih bir hədisdə buyurur ki, sizlərdən biri cənnət bağçalarının yanından keçərkən qoy o bağçada kölgələnsin, orada dinlənsin. Deyirlər ki, Allah Rasulü, cənnət bağçaları hansı? Təəssüblənirlər, çünki bu dünya cənnətlə müqayisə olunmaz axı. Mümkün deyil bu dünyada cənnət olsun. Cənnətdə hurinin birinin şalı, kəlağayısı dünyaya atılsaydı, onun nuru dünyanı yandırardı, kör eləyərdi dünyanı. Ona görə təəccüblənirlər, yəni ki, necə cənnətdə, dünyada cənnət bağçası? Deyirlər, hansıdır ey Allah Rasulü cənnət bağçası? Deyir ki, elm məclisi, zikr məclisi. Zikr məclisi. Ola ki, zikr məclisidir, bu dünya olsa belə, lakin həmin o məclis Allah dərgahında mömin üçün nədir? Cənnət bağçalarından bir bağçadır. Həmçinin o məclis elə bir xeyri məclisdir ki, oranı mələklər əhatə edir. Ora Allah Taala tərəfindən bir səkinət çökür. Beləcə Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, insanlar Allahın evlərindən birinə yığılışıb, Allahın kitabından nəyisə oxuyub öz aralarında mütailə eləyərlərsə, öz aralarında öyrənməyə çalışarlarsa, başqa hədisdə ümumən gəlir, Allahın evi gəlmir. Ümumən hər hansı bir yerdə yığışıb, Allahın kitabından ayətlər oxuyub, onu tədəbbür edib, öyrənməyə çalışarlarsa, onların üzərinə mütləqdir ki, səkinət nazil olsun. Və Allahın rəhməti onları əhatə eləsin və həmçinin o məclisə mələklər gəlir. O məclisdə mələklər iştirak edib, o məclisi əhatə edirlər və həmçinin Allaha xatırladırlar. Daha doğrusu Allah öz dərgahında olanlara onları neyniyir? Öyür. Başqa bir rivayətdə gəlir ki, yer üzündə səyahətçi mələklər vardır. Onlar zikr məclisi görəndə gəlib o məclisi əhatə edirlər. Allah Taala baxmayaraq hər şeyi bilir, lakin soruşur, eşitdirmək üçün, öyrətmək üçün, bugün də bizə ibrət olsun deyə. Soruşur ki, mələklərdə mənim qullarım ora niyə yığışıblar? Mələklər deyirlər ki, Allahın Rasulü, səni zikr etmək üçün, səni anmaq üçün. Deyir, onlar məyər məni görüblər? Deyirlər ki, əlbəttə ki, xeyr, görsüydülər, gör necə, buna həris olardılar. Və deyir, sonra onlar neynirlər, nəydən sığınırlar, nəydən qaçırlar? Deyir ki, onlar sənin əzabından. Deyir, onlar məyər mənim əzabımı, cəhənnəmi görüblər? Deyir ki, xeyr. Deyir, görsəydilər necə buna həris olardılar? Deyir, bəs yaxşı məndən nə istəyirlər? Deyir ki, onlar sənin cənnətini istəyirlər. Allah Taala buyurur ki, məyər onlar mənim cənnətimi görüblər? Deyirlər ki, xeyr. Deyir, görsəydilər necə buna həris olardılar? Və deyir ki, şahid olun ki, mən onları bağışladım. Baxın, bunun hamısına nəydən nail olmaq olur? Elm məclisində, zikr məclisində, Allahı tanımaq üçün, Allahı anmaq üçün toplaşılan, yığışılan bir məclisdə.